Hörmətli izləyicilər, daha bir böyrəyi sizlə paylaşıram. O böyrəyi ki, daş onu məhv eləyir. O qədər daş əmələ gəlmə prosesi olub düşüb ki, bax gördüyünüz kimi böyrək parenximası deməli nazili və bu böyrək yetməməzliyinə gətirib çıxara bilər. Bax sizə deməyim ondan ibarətdir ki, böyrək daşı ilə oynamaq lazım deyil. Böyrək daşını istər əməliyyatla, istər əməliyyatsız saldırandan sonra daş əmələ gəlmə prosesinin səbəbini aşkarlayıb bunu aradan qaldırın. Bax bu böyrəkdə gördüyümüz ən böyük daş, bax görürsünüzmü, dediyimiz kimi 17 millimetr. Nəfəs alın, zəhmət olmasa parenximanı görürsünüzmü? Baxın, parenxima nə qədərdir? 12 millimetr. Əslində qütbdən minimalni parenxima 18 millimetr olmalıdır. Yəni bu özü böyrək üçün böyük həyəcan təbili çalır. Hörmətli izləyicilər, daha bir böyrəyi sizlə paylaşıram. O böyrəyi ki, daş onu məhv eləyir. O qədər daş əmələ gəlmə prosesi olub düşüb ki, bax gördüyünüz kimi böyrək parenximası deməli nazili və bu böyrək yetməməzliyinə gətirib çıxara bilər. Bax sizə deməyim ondan ibarətdir ki, böyrək daşı ilə oynamaq lazım deyil. Böyrək daşını istər əməliyyatla, istər əməliyyatsız saldırandan sonra daş əmələ gəlmə prosesinin səbəbini aşkarlayıb bunu aradan qaldırın. Bax bu böyrəkdə gördüyümüz ən böyük daş, bax görürsünüzmü, dediyimiz kimi 17 millimetr. Nəfəs alın, zəhmət olmasa parenximanı görürsünüzmü? Baxın, parenxima nə qədərdir? 12 millimetr. Əslində qütbdən minimalni parenxima 18 millimetr olmalıdır. Yəni bu özü böyrək üçün böyük həyəcan təbili çalır. Hörmətli izləyicilər, daha bir böyrəyi sizlə paylaşıram. O böyrəyi ki, daş onu məhv eləyir. O qədər daş əmələ gəlmə prosesi olub düşüb ki, bax gördüyünüz kimi böyrək parenximası deməli nazili və bu böyrək yetməməzliyinə gətirib çıxara bilər. Bax sizə deməyim ondan ibarətdir ki, böyrək daşı ilə oynamaq lazım deyil. Böyrək daşını istər əməliyyatla, istər əməliyyatsız saldırandan sonra daş əmələ gəlmə prosesinin səbəbini aşkarlayıb bunu aradan qaldırın. Bax bu böyrəkdə gördüyümüz ən böyük daş, bax görürsünüzmü, dediyimiz kimi 17 millimetr. Nəfəs alın, zəhmət olmasa parenximanı görürsünüzmü? Baxın, parenxima nə qədərdir? 12 millimetr. Əslində qütbdən minimalni parenxima 18 millimetr olmalıdır. Yəni bu özü böyrək üçün böyük həyəcan təbili çalır. Hörmətli izləyicilər, daha bir böyrəyi sizlə paylaşıram. O böyrəyi ki, daş onu məhv eləyir. O qədər daş əmələ gəlmə prosesi olub düşüb ki, bax gördüyünüz kimi böyrək parenximası deməli nazili və bu böyrək yetməməzliyinə gətirib çıxara bilər. Bax sizə deməyim ondan ibarətdir ki, böyrək daşı ilə oynamaq lazım deyil. Böyrək daşını istər əməliyyatla, istər əməliyyatsız saldırandan sonra daş əmələ gəlmə prosesinin səbəbini aşkarlayıb bunu aradan qaldırın. Bax bu böyrəkdə gördüyümüz ən böyük daş, bax görürsünüzmü?